Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir. Studiyada Elvin Vasqallı, efirdə Space'in son xəbəridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Baş Naziri Məhəmməd Mustafanı qəbul edib. Dövlət başçısı Baş Nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyini əminliyini bildirib. Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı. Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə edib. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev John D. şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə Prezidenti John D. Waldorf International MMC-nin baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zekseni qəbul edib. Söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb. John D. şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirib. Söhbət zamanı Azərbaycanla John D. şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Qeyd edək ki, John D. 1837-ci ildə Birləşmiş Ştatlarda yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan John D.'nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trump özünün Truth Social hesabında Azərbaycan Prezidenti İlham Əliyevin 4-cü Şuşa Qlobal Media Forumundakı çıxışına həsr olunmuş məqaləni paylaşıb. Məqalədə 4-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən İlham Əliyevin Trumpı sülh adamı adlandırdığı, onun Azərbaycan ilə Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsində həlledici rol oynadığını, Azərbaycan Birləşmiş Ştatları münasibətlərində misli görünməmiş yeni dövr açdığını vurğuladığı qeyd olunub. Bildirilir ki, Breitbart News'un müxbirinin sualını cavablandıran Azərbaycan Prezidenti Birləşmiş Ştatlar liderinin uğurunu uzunmüddətli münaqişələrin həllinə prinsipcə fərqli yanaşma nümayiş etdirməsinin şərtləndirdiyini qeyd edib. Azərbaycan Prezidenti sözlərinə görə əvvəlki administrasiyalar təxminən 30 il ərzində Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin faktiki olaraq dondurulmasına gətirib çıxaran siyasət yürüdüblər. Halbuki Trump onun həllinə tamamilə fərqli mövqedən yanaşıb deyə nəşr yazır. Birləşmiş Ştatlar lideri paylaşma heç bir şərt əlavə etməyib. Azərbaycanın baş naziri Əli Əsədov bugün ölkəmizdə rəsmi səfərdə olan Fələstin Dövlətinin Baş Naziri Məhəmməd Mustafa ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub. Beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb. Azərbaycanın Fələstin dövlətinə və xalqına ardıcıl siyasi dəstək humanitar yardımlarına, həmçinin təhsil və digər sahələrdə həyata keçirilən təşəbbüslərə görə minnətdarlıq ifadə olunub. Görüş zamanı Azərbaycan ilə Fələstin arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub. Fələstin Dövlətinin Baş Naziri Məhəmməd Mustafa bugün Fəxri Xiyabana gələrək xalqımızın ümumi lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Fələstin Dövlətinin Baş Naziri Ulu Öndərin məzarı önünə əklil qoyub. Fələstin Dövlətinin Baş Naziri Məhəmməd Mustafa həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tərgüllər düzüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub. Son xəbər davam edir. Bu arada sizə qaynar xəttimizi, WhatsApp nömrəmizi xatırlatmaq istəyirəm. 055 800 104 104. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı çəkiliş eləyin. Günün 24 saatı 055 800 104 104-ə həmin görüntünü göndərin. Biz də göstərək, bütün Azərbaycan görsün. Quba rayon mərkəzi xəstəxanasında faciə hadisi olub. 5 aylıq hamilə qadın
Gənc qadın vəfat edib. İddialara əsasən mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən bildirilib ki, ötən gün gecə saat 1 radələrində bir qadın aqonal vəziyyətdə Quba rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok və 4-cü dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb, ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib. Pasiyentin həyat fəaliyyəti bərpa edilib, daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyatı icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib, lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb və məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Quba rayon şöbəsinə təhvil verilib. Məlumatda belə qeyd edilir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri Binəqədi rayonu Şövkət Məmmədova küçəsi ev 5B ünvanında yerləşən istehsalat sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Obyektdə ilkin yanğın xəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır. Elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib, obyektdə mallar arasında yanğına qarşı ara məsafələri gözlənilməyib, obyekt odsöndürən balonlarla tam təmin olunmayıb, taxta konstruksiyalara oda davamlı məhlul hopdurulmayıb, köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib, işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb, müvafiq jurnal tərtib olunmayıb, obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim edilməyib, obyektin fəaliyyəti yaşayış binalarının layihələndirmə normalarının yanğın əleyhinə tələblərinə zidd olaraq binanın zirzəmi mərtəbəsində təşkil edilib. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 5B ünvanında yerləşən istehsalat sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi süni intellekt proqramlarından istifadə etməklə qadınlara şantaj edən şəxsləri saxlayıb. Naməlum şəxslərin qadınların sosial şəbəkələrdə paylaşdıqları fotoşəkilləri süni intellekt proqramlarından istifadə edərək üzərinə nalayiq ifadələr yazdıqları, həmin görüntüləri müxtəlif sosial media platformalarında yaydıqları və bu görüntülərin silinməsi müqabilində zərər çəkənlərdən pul tələb etdikləri barədə məlumatlar daxil olub. Kiberpolisin həyata keçirdiyi əməliyyat texniki tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 31 yaşlı Loğman Cəbizadə və 20 yaşlı Elvin Məmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər TikTok, Instagram və Telegram sosial şəbəkələrindən qadınlara məxsus fotoları süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz məzmunlu informasiyalar əlavə ediblər. Daha sonra saxta hesablar vasitəsilə bu görüntüləri sosial şəbəkələrdə yayımlayıb, silinməsi müqabilində zərər çəkənlərdən müxtəlif məbləğlərdə pul tələb ediblər. Faktlarla bağlı baş idarədə cinayət işi başlanılıb. Hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. Sosial şəbəkələrdə müxtəlif xanımların şəkillərini götürərək, onları süni intellekt vasitəsilə əxlas formada fotomontaj edirdim və həmin xanımlara digər səhifələrdən yazaraq onlardan pul istəyirdim. Əks təqdirdə isə mənə pul atmadığı təqdirdə həmin xanımlaşıqlarını digər sosial şəbəkələrdə paylaşdığımı bildirirdim. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşılan foto və video görüntülər müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və qanunsuz məqsədlərlə istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara şəxsi foto və videolarını tanımadıqları şəxslərlə paylaşmamaq, şübhəli mesaj və təkliflərə etibar etməmək tövsiyə olunur.
055 8 104 104 bu bizim qaynar xəttimizdə, WhatsApp nömrəmizdə. Son xəbər sizin verilişdir. Siz çəkirsiniz, siz bizə təqdim edirsiniz, biz göstəririk və siz ən baxımlı xəbər ünvanını, son xəbəri izləyirsiniz. Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibəti ilə üzərində Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın portreti olan yeni $1 qızıl sikkə hazırlanır. Bu barədə Birləşmiş Ştatlar Maliyyə Naziri Scott Bessent sosial media hesabında paylaşım edib. Birləşmiş Ştatlar zərfxanası yubiley münasibəti ilə xüsusi dizaynlı sikkənin istehsalına başlayacaq. Bessent qeyd edib ki, sikkə azadlıq irsini və vətənpərvərlik simvolunu əks etdirəcək. Bugün günorta saatlarında İranın mərhum ali lideri Əli Xamneyinin dəfn olunduğu Məşəd şəhərindəki İmam Rıza ziyarətgahı kompleksində yanğın olub. Yanğın ziyarətgah ərazisində yerləşən Bitum emalatxanasında başlayıb. Hadisə yerinə ziyarətgahın yanğın söndürmə qüvvələri və Məşəd yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub və alov qısa müddətdə nəzarət altına alınıb. Hadisə zamanı ərazidə sıx tüstü müşahidə olunsa da yanğının digər hissələrə yayılmasının qarşısı alınıb. İlkin məlumata əsasən xəsarət alan olmayıb. Amasya'nın Merzifon rayonunda sərnişin avtobusunun aşması nəticəsində ikisi ağır olmaqla 46 nəfər yaralanıb. Hadisə bugün səhər saat 4:20 radələrində Gümüş Hacıköy Merzifon istiqamətində Karamağara mövqeyində baş verib. İçərisində 75 sərnişin və 5 heyət üzvü olan 2 mərtəbəli şəhərlərarası sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. İngiltərənin dünya çempionatının yarım finalında Argentinaya 1-2 hesabı ilə məğlub olmasından sonra meydanda gərgin anlar yaşanıb. Üç şirlərin yarım müdafiəçisi Jude Bellingham final fitindən dərhal sonra Argentinalı futbolçu Valentin Barco'ya şillə vurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə Bellingham'in ehtiyat oyuncular skamyasında olan Barco'nu vurduğu aydın görünür. Hadisə Barco'nun komanda yoldaşları ilə birlikdə finala vəsiqəni qeyd etdiyi an baş verib. İngilis futbolçunun bu reaksiyasının səbəbi məlum deyil. Bellingham maçın son dəqiqələrində də emosiyalarını cilovlamaqda çətinlik çəkib. O əlavə vaxtda Lionel Messi'yə qarşı sərt qayda pozuntusuna yol verib. Daha sonra isə Argentinalı müdafiəçi Nicolas Otamendi ilə mübahisə edib. Buna baxmayaraq hakim Bellingham'ə sarı vəsiqə göstərməyib. Sarı vərəqə göstərməyib. Qeyd edək ki, İngiltərə son dəqiqələrdə buraxdığı 2 qoldan sonra dünya çempionatı ilə vidalaşıb. Argentina isə finalda İspaniya ilə qarşılaşacaq. Yerli xəbərlərlə davam edirik. 055 8 104 104. Artıq bu nömrəni əzbərdən bilmək lazımdır. Telefonlara qeyd etmək lazımdır. Bu sizin baxıb izlədiyiniz son xəbərin qaynar xəttidir. Günün 24 saatı, yəni istənilən vaxt sizi narahat edən və maraqlandıran məsələlərlə bağlı çəkiliş edin. Həmin görüntüləri bizə göstərin, biz də təqdim edək. Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən obyektdə yanğın olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində otel kimi fəaliyyət göstərən obyektin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 300 kvadrat metr olan saunada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində tüstülənmiş binanı tərk edə bilməyən otelin qonaqları təxliyə olunub. Xəsarət alan olmayıb. Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə rayondakı restoranlardan birində qeydə alınıb. İlkin ehtimala görə məclisdə yedikləri salatdan zəhərlənən 11 nəfər Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İddiaya görə zəhərlənmə Şəmkirin Keçili kəndindəki Narlın Qala restoranında qeydə alınıb. Və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən son günlər Gəncə şəhəri və Samux rayonunda yas mərasimləri zamanı ardıcıl qeydə alınmış qida zəhərlənməsi halları ilə bağlı araşdırmalar davam etdirilir. İyulun 12-sində Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də Gəncə şəhərində 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktı üzrə agentlik tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin epidemioloji araşdırmalar zamanı hər 3 yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib. Araşdırmalar
Araşdırmalar nəticəsində məlum olub ki, mərasimlərdə istifadə edilən lavaş məhsullarının qeyri-qanuni şəkildə ev şəraitinə hazırlanaraq satışı həyata keçirilir. Lavaş məhsulundan nümunələr götürülüb, laboratoriya müayinələrinin nəticələri eyni zamanda məhsulun istehsal şəraiti və hazırlanması prosesi üzrə araşdırmaların yekununa dair əlavə məlumat veriləcək. Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara bir daha tövsiyə edir ki, qida məhsullarını yalnız təhlükəsizlik tədbirlərinə uyğun fəaliyyət göstərən və qeydiyyatdan keçmiş istehsalçı və satış obyektlərindən əldə etsinlər. Mənşəyi məlum olmayan, ev şəraitində hazırlanaraq satışa çıxarılan qida məhsullarının istehlakından çəkinsinlər. Ucar rayonunda fərdi yaşayış evində yanğın olub. Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Gecə saatlarında kənd sakini Namiq İbrahim oğlu Süleymanova məxsus ümumi sahəsi 160 kvadrat metr olan 4 otaqlı yaşayış evində yanğın başlayıb. Yanğın söndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın tam söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hörmətli tamaşaçılar, xəbər ziyafətimizi bugünlük yekunlaşdırırıq. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.